Millət, hər kəsə salamlar olsun. Bu günləri qarajdan kənarda vlogumuzun əslində neçəncisidir çəkirəm. Ümidvaram ki, bu dəfə çəkdiyimi bölüşəcəm. Görəcəksiniz ki, nə var, nə yox. Samirlə bir yerdə yolumuz maraqlı bir məkanadır. Bu günləri şəhərdə klassik avtomobillərin belə yüngülvar sərgisi olacaq. Sabahları da sport karların sərgisi olacaq. İnşallah ki, gedək bizə əsas maraqlı olan klassik avtomobillərdir. Gedək görək ümumiyyətlə orada nə var, nə yox. Sizinlə də bunu bölüşək. Ümidvaram ki, bugünkü vlogumuz maraqlı olacaq. Əslində hər gün fərqli-fərqli hadisələr olur, fərqli-fərqli maraqlı günlər keçiririk. Əslində gərək hamısını çəkək, bölüşək. Nəysə, odur ki, yolumuz haradır? Qoşaqala. Qoşaqala qapısının yanındadır da hoşum. Ora dəvət ediblər. Dəvət ediblər, hə. Bakinski klassikalar. Bu nədir belə? Bu nə ilə yığılır? BMW ilə yığılandır bu. Samir, yaraşırlar sənə öz aramızda. Bir dənə bizə belə bir şey lazımdır. Prosta, amma yenə də bir xeyli səhvlər var da, bilirsən ki. Normal polirovka. Zaporojec. Porsche 912. Şeylər, baxımları zəifdir maşınların elə bil ki, hə? Tamamlanmamışdır. Çoxsu natamamdır. Həddən artıq çox adam var. Tam belə yaxından gəlib çəkmək olmur. Maşınlarda nə var, nə yox. Çəkiliş eləyənlər həddən artıq çoxdur. Hamı fotosesiya gedir də bir sözlə. Bu bilirsən də hansı Ferrari'dəndir? Wall Street'də şey sürür. Nədir qaqaşın adı, yadımdan çıxır. Aşıqalara var. 1-2 manatda al dəyişdir. Hə də, bu nədir axı da? Niyə də? Polirovkası pis deyil. Oza edisilər. Millət yığışı bir dənə qaqaşı çəkirlər. Sırayla bu işin. Detallar çox zəifdir maşında. Bir sözlə baxmalılar. Detallar çox Bugatti də almışdım. Bildiyim qədər. O detallar möhtəşəmdir sadəcə. Möhtəşəm. Detallardan danışılası deyil. Bu Porsche həvəskarlarının bir mənalı şəkildə, yəni sevdiyim modeldir. Sən bir dənə spoilerın enliliyinə bir dənə fikir ver, yəni möhtəşəm. O vaxta görə, yəni bu dizayn mənə gəlir əvəzsiz oldu. Sami, bu kimin maşını olub? Louis de Funès. Louis de Funès. Oh, mamma mia. Saqqız kimi zaman, bu nədir? Nədir? Bax, bu nədir? Bu nədir doğrudan? 200 manatı yoxdur, axı bunu restavrasiya edəsən. Hə də doğrudan, niyə bu gündə daxı bunun içərisi?
Rəngi möhtəşəmdir, hə? Görürsən, hansı dülgər işləyir? Ağac şirəsi. Bunu düzəltmək lazım. 100%. Yəni Mercedes-in belə pis çıxmasın, çoxdan öncə illərdən Lömey dizaynları ara sıra sızırmış. Klassikadır, böyük sənətdir, amma ki mənə görə zəif. Ağrıya ximiçikosta. Ximiçis poldakı, yəni o plonkalı şeylər, ayaq altıların, yəni heç yeri yoxdur da o. 8-ci ilin seçkalarının ayaq altısına vurulan şeylər. Bax, bu Mercedes özüdür. Nə deyə bilərsən buna? Marketiniyəsinə böyük təşəkkür. Əsl Volchok. Cadillac. Kısa var. Görmüyorum. Şeylere.
Təşəkkürlər. Əslində daha çox Shelby Eleanor üçün gəlmişdim bura. Amma nəsə tapa bilmədik onu. Eleanor'u. Deyəsən yox. Başım sıxmır. Bundan da qəşəng yəni şeylər var da, böyle bir Volgalar var. ...21 kursa gelir bu. Yani bu efsanevi maşına göre bu perixod biabırsılıqdır da sadece. Həqiqətən biabırsılığı. Bir tane perixoda basamıyor. Ebaxistin iznamı burada. Bütün tədbir yalnız qolbağla da daxil olmaqda. Bilirsən nəyə görə qolbağlandır? Bu millətin bu cürünə özlərini aparmağına görə götürürlər belə yerlərdə də bəzi məhdudiyyətləri qoyurlar ki, qırğın düşməsin. Tədbirimiz yekunlaşdı. Tədbirimizi elə də deyirəm ki, elə bir Samir müəllim keçirdi bu tədbiri. İndi də şaurmada biraz qarnımızı doyuzdurdu. Söz verib ki, yeməkdən sonra kofe olacaq. Oradan da sonra mən gedirəm sexə, atelyeyə. Samir də gedir Sexə. Sexə. Doğrudan deyirsən, get bizi ilə. Çoxdan da özüm də şəhəri görmürəm. Bizim elə görməyənlərə də göstərim. Şəhərdən məlumatımız olsun. Nə var, nə yox. Yəni yavını çıxırdı da üstümə. Həyatımda arada bir belə risklər edirəm. Güya ki, nə bilim, kofe, matcha, nə bilim, nə, ala heç nə də deyir də, yəni. Göyərti dadı gəlir həqiqətən. Üstünə əlavə siroplar, zatları, başım ondan bundan dürtdüyü ki, biraz özünə gəlsin. Burada sizin üçün bıl var, bil var, hə. Axır ki, başım gəlib satmışıq. Ulduz metrosundayıq. Öz metromuzda. Bu yol düz Ulduz metrosundan gedir nə gedir? Günümüzün yarısı bu yolda. Günümüzün yarısı doğrudan da bu yolda gedir. Əsas məsələ də hər dəfə mən bu videoları çəkirəm, paylaşmıram. Ümidvaram ki, yəni bu dəfəki vloqumuzu paylaşacağam. Monacoda o boyda şey çəkmişəm, yəni hələ də onları paylaşa bilməmişəm, amma gələcək yaxın minillikdə. Bura bizim zavodumuzdur. Yəni zavodun da rəhbəri Samir müəllimdir. Bu kranların zadı var, başım satırıq. Yəni bu ərazidə konkret kino çəkmək olar. Yəni bildiyin axşamlar bura bilsən nə olur, yəni valla adamın başını kəsib atsalar burada heç kəs gəlib tapa bilməzdi adamı. Burada belə yeməkxana var. Konkret də yəni bunlar dəmir-dümür işlərlə məşğul olurlar bu tərəfdə. Bağ düzəldəsən. Qardaşım, yer sənin deyil, brat. Harada bağ, nə istəyən düzəlt də qardaşım. Behini də vermirsən. Bir dənə bura girin, bir dənə bura tanış eləyim izləyicilərimizlə. Bu möhtəşəm mənzərəyə bir dənə baxın. Ya bura bilirsən nədir? Konkret çəkiliş istəyir. Bura bir dənə maşından zıtdan nəsə də yəni belə abyomlu bir şeyin çəkilişini eləmək üçün super bir yerdir. Çox ləzzətlidir. Bərbad vəziyyətdədir. Gəldik, çatdıq. Sən bu aləti görmüsən Samir? Paylaşmışdım. Çox ləzzətli bir şey idi. Çoxdandır eləmək istədiyimiz bir şey var. Şahmatla bağlı. Yəni bax, belə bir metal kəstirmişik. Təmiz necdir, paslanmaz metaldır. Necə olur? Samirin çoxdan gözlədiyi arzularıdır. Bax bu. Artıq yekunlaşmaq üzrədir. Bəh. Yəni belə söhbət yoxdur da. Qəşəng. Bağ halı həyat kəsiləcək, bunun içərisinə oturacaq. Taxtanın içərisinə olacaq pik.
Xiaomi-nin işlərinə artıq start vermişik. CNC-də onu düzləşdirdik, səliqəli elədik. İndi isə Samir səliqəli elədiyimiz səthi qəşəng cilalayır. Yavaş-yavaş əmələ gəlir. Gedək baxaq görək nə insan. Samir, dinən görün burada neçə eləmişik cilalama işləri. Neçədən başladın burada? 60-dan başladı. 60. Aha. 240-da. Dəqiq olsun da belə deyim. Aynen olsa biz buralara baxıb qıcıyacağıq da. Burada bəzi bu belə nüanslar var. Yəni işləməliyik. Sonra da qəşəng son sloy olaraq 400-lü ilə gedərik. Hə, ən yaxşısı odur. Baxarıq. Hə, isə laka dolğuya hazırlayarıq, sonra dolğu, cilalama yenə də, sonra təzədən lak vuracaq. Amma onlardan qabaq əlbəttə şahmatımızı bura yerləşdirəcəyik. Və bu metal isə içəri girəcək də, yəni frezlənmiş yerə girəcək. Və dostlar, yeni həftənin birinci günündəyəm. Ola bilər biraz səsim pis gəlsin, çünki bərk küləyi var bayırda. Həm Samirlə görüşməyə, oradan da Kercher brendindən, Kercherdir nədir? Bir cür deyir, bir sözlə Kercher brendinin mağazasına gedirik. Oradan bir toz soğuran göndərmişdilər, onu test eləmişdik. İndi isə gedirik özümüz üçün məhsullar seçməyə. Videoda özümə baxa-baxa keçirəm, bir də görürəm ki, nəsə arxamda mağazanın adını görürəm. Sən demə gəlib çatmışam, indi də Samiri gözləyirəm, gəlsin. Girək baxaq görək nə seçirik, nə indirik. Gəlir axır ki. Yoxda çəkmirəm, çəkənlər də yaxşı. Doğrudan deyirsən, hə? Burada maraqlı söhbətlər var, ha? Bilirsən də, burada həm də avtomobil sahəsində bu servis falan şeyləri daha professional da. Bilirsən nədir bu? Ximçisk aparatda, hə? Buxarlı ximçisk aparatı. Bu nədir? Hava üfləyici. Qurutmaq üçün. Ay, sağ ol, hə? Quruducu da salon təmizləyəndən sonra qoyurlar salona. Bu əsasən səviyyəli moykalarda da, belə professional moykalarda istifadə olunan şeylərdir. Bunlar pol falan, bunları təmizləyən böyük mollarda zətdə istifadə edirlər. Professional plisoslar da, otellərdə falan, yəni bir sözlə xidmət sektorlarında, sənaye tipli xidmət sektorlarında istifadə olunan. Bu boz rəngdə olanlar hamısı sırf professional avadanlıqlardır. Sarılar isə adi şəxslər üçün bağ yerində, nə bilim evdə falan istifadə etmək üçün hər şey var burada. Bu məşhur toz sovranıdır, Kercher'in. Başqa variantları var, bir çox növləri var burada. Çox maraqlı bir şeydir. Keçən səfər buranın əməkdaşı mənə bunu izah elədi. Hava təmizləyicidir. Ofislərdə falan istifadə olunur. Başqa aksesuarlardır. Nə maraqlı çəkdi. Nə var orada? Deyirəm ki, adam bir dənə detailing qura, hər şey bu belə də professional avadanlıq. Adı da qarajda. Eskalator təmizləyən? Birləşən eskalator. Adamlar görə nəyə fikirləşir? Avtoyuyucu batareya ilə. Avtoyuyucular da var, bağda falan istifadə eləmək üçün. Bizə lazım olacaq buradan texniki toz sovran. Bax, bunu yoxlamışdıq. Çox ləzzətli bir şeydir. Çox güman ki, bunu götürəcəyik. Qiyməti də sərfəlidir. Mənə elə gəlir bundan böyüyə ehtiyac yoxdur. Zaten alətlərdə istifadə eləmək üçün nəzərdə tutulur. Belə ümumi içərini təmizləməyə böyük plisosumuz, böyük toz sovranımız var. Sən indi qulaq as, sən bu professionalları qoy kənara da qardaşım. İndi biz nə üçün gəlmişik bura? Gedək ona baxaq. Qəşəng dizayn da var, səliqəli, hə? Özdə buna torba falan keçmir. Yəni torbasız da olmur. Bu birbaşa qabdan boşalır buradan. Bunun başlıqları da bilirsən nə üçündür bu? Alçıpan gizli işıqda da olur ha. O gizli işıq olan yerlərə qalxızdın, saldın ora. Dönür də belə deyim, başlıqlar, fərqli başlıqlar olur. 45 dərəcəli falan, 90 dərəcəli. Ay sağ ol. Mən də bundan istəyirəm götürmək və belə bir şey. Ağ rəngdə. Bu şüşə təmizləyəndir. Şüşə, güzgü falan belə şeyləri təmizləmək üçündür. Plus əlavə sonra perixodnik alıb arxasına qoşursan, uzadıcı kimi istifadə edə bilirsən. Kafil təmizləyir. Şüşə çoxdur. Bizdə mən bildiyim qədər bu olmalıdır. Bir sözlə dərmanı vurursan bu ilə. Pıs. Sonra təmizlədin həmən səthi. Bu ilə də sovurur. Ləkə saxlamır da elə bil bu.
Söv məhsullarımızı seçmişik, hamısı buradadır. Toz sovrandır, texniki toz sovrandır, ev üçün olan variantıdır, şüşə təmizləyəndir falan. Bir də ki, onun belə 4 dənə də torbasıdır. Yəni xüsusi torba gedir onun içərisində. Ona görə mütləqdir ki, bundan istifadə edəsən. Biraz qiyməti baha olsa da, amma dəyər məncə. O общем gəlmişik. Məhsullarımız da burada. Samir də burada. Damas da burada. Damat bizi gözləyir. Yazığı gəlir adam ona baxanda. Şəhərdə Honda bir maşınlar qarajda dayanmır da, yəni. Bu qarajda yatır. Sən bunun bir qismatına bax edirəm. Bu vəziyyətdə bu yetim qarajda dayanır. Burada da qarajda da biraz vəziyyət pisdir. Damda zətdə problemlər var. Bunlar həll olmalıdır. Bir sözlə dam dəyişməlidir. Çünki bütün su vurur içəri. Başımda. Millətin də gəlmişik Səttamın yanına. Dedik Səttam kimdir? Başım Keşlə bazarında. Keşlə bazarı yox şey, nədir bu? Ət kombinatı. Keşlə ət kombinatı. Hə, Keşlə ət kombinatıdır. Taxta bazarda hər yerdə burada taxta zat satırlar, belə şeylər. Yenə də bu antikvar yerləri gəlib tapmışıq. Salam aleykum. Konkret burada dekorativ ağaclar var. Masa falan belə şeylər yığmaq üçün. Sex gizli şeydə. Hə. Maşallah, rəndəyə var, gör nə boydadır. Ha, burada iş gedir, oradan. Bu boyda şey, sənət əsərini görməmişəm burada. Bu 200 illik. Oyda. Bu nədir belə? Yəni belə şeyi Avropada zətdə yox, bir 10 minə də belə bir stol satarlar. Sadəcə taxtası 2000 eurodan başlayır. Yeni var. Rahat 200 yaş var. 200 yaş. Şeydirsən. Saya görə vurursan, hə? Düzdür, mən də dəqiqin bilmirəm. Xətlər hamısı yaşını bildirir. Xəttlər yaşını bildirir. Tekstura xətlər yaşını. Burada sayırsan. Burada indi bunu professionallar daha gözəl bilir. Burada 1 illik yaş xətt də var. 1 illik, 5 illik də var. 10 illik xətt də var. Amma yaşını sayanda Xəttlərin formasına sayına görə. hə, genişliyinə görə. Məsəl üçün 1 il ancaq 10 il bu boyda böyüyüb, ondan sonra Oyda, bu dəyişir də, onu da illər keçdikcə dəyişir genişliyinə teksturası. görə yaşı da saymaq olur. Mən bildiyim qədər qozdajı qaldıqca rəngi də dəyişir. Bu lentavoymuş. Mişardır var, görünə boydadır maşallah. Bir dənə də hazır belə masa var burada. Burada da bir dənə uzun bir şey var. Epoksi işləri gedir. Bundan yəqin masa hazırlanacaq da, düzdürmü? Bir dənə burasına epoksit töküb. Hazır listlərdir, düzdürmü? Bunu masaya çevirirsiniz də. Masa, yazı masası, kim nə istəyir. Nə qəşəng teksturası. Genişlər bu cökanası. Bu cökədir. Palazıdır. Bu görürüz ağası. Burada da var bəzi hazır işlər. O bundan da güzgü yaxşı çıxarır, sən deyim. Oy da, bu qəşəngdir. Şabalıdınkidir də, hə? Bu qəşəng. Çox qəşəngdir. Ən sevdiyim. Oy da, açıq. Oy da, bax, bu odur. Bu həmin o yağdan vurmusan da bunun üstünə taxta yağ, hə? Başqa müştərilər ustanı tapa bilmir. Biz müştəri. Bu çox güman ki, nəsə hamam üçündür bu. Nədir, konsoldur? Koridorda olacaq, hə? Çünki dizaynerski bir şeydir. Səttam, bax bu Bu yenə də telefon əlindən düşmür bu adamı. Bir tər eləyiblər klientləri. Samir, o gün olsun ki, bu taxta işlərinə görə sənə bu qədər narahat eləyənlər olsun. Telefonlarımız dayanmasın. Onlar necə də ayaqları Hə, düz deyir. Dərəcəli ayaqlar buna vəhşi superdir. Bu zakaz deyil də, satdıqdır bu. Bu cür sifarişdir. Yəni hazırlanıb. Hə, müştəri malıdır bu hazır. Hə. var 90 deyil. Başladı. Burada bəzi taxtada problemlər var idi. O şeydə düyün yerinə indi oranı epoksi ilə dolduracağıq. Bu barədə biraz təcrübəmiz bəli. Dostlar, videomuzun artıq sonuna gəlib çatmışıq çünki artıq yeni iş həftəsi başlayır.
və bu yeni həftədə bizi maraqlı actionlar gözləyir. Ümidvaram ki, videomuzu bəyəndiniz. Nə fikirləriniz, nə təklifləriniz varsa vloqumuzla bağlı, nə dəyişikliklər eləməyimizi istəyirsinizsə, kommentdə qeyd eləyin, like etməyi, dostlarınızla bölüşməyi və kanalımıza abunə olmağı unutmayın. Hələlik.